Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Bəli, Muharrəm əzadarlıqlarınız qəbul olsun Allah dərgahında inşallah. Bizləri də dua eləməyi inşallah unutmayın. Təqribən gözlədiyimiz gün gəldi, dünən axşam. Ali məqamlı rəhbərimizin gözəl bir bəyanatı. Əlbəttə, bunu qeyd edim ki, indi mən münasib şəraitdə deyiləm. Ona görə sadəcə çox qısa bu bəyanatın mühüm nöqtələrinə və bir sıra mühüm nöqtələrə işarə vuracam. İnşallah ehtimal böyükdür ki, sabah Allahın izni ilə bir çıxış qoyam. Yaxud da, bəli, inşallah ki, ola bilsin podkastimiz də olduğu bir kanalda. Hər halda Ali məqamlı rəhbər bir çıxış elədi. Ondan bir gün qabaq, yəni dün sırağa gün gecə Cənab Qalibov, müzakirə timinin rəisi, Çin işləri üzrə xüsusi nümayəndə və rəhbərin məxsusi etimad etdiyi kəslərdən biri İranın televiziyasında çıxış elədi və mən şəxsən özüm o çıxışı izlədim. Orada da çox nöqtələr var, amma bu gün ona çoxuna toxuna bilməyəcəm. Ona görə də lazım olan bir neçə qismətinə toxunacam ki, bəzi şeylər əzizlərə aydın olsun. Öncə bu bəyanatlara keçmədən öncə, məxsusən əziz rəhbərimizin bəyanatına keçmədən öncə bir nöqtəni vurğulayım və yadınıza salım. Bizi izləyənlər çox gözəl bilər. İstər bağlanan kanallarımızda, istər bu yeni bu təzə bu kanalımızda Pezeşkiyanın seçilən dövrəsin ərəfəsində və seçiləndən sonra və indiyə qədər bir neçə dəfə bu mətləbi çox təkid etmişik. O da budur. İranın xarici və daxili siyasətlərində Pezeşkiyan hökuməti birbaşa İrandakı inqilaba səbəb olacaq. Həm daxili təmizləmə üzrə, həm də xarici qurdların təmizlənməsi üzrə. Və bu inqilab demişdik ki, qlobal inqilaba çevrilmə yolunda böyük bir müqəddimə olacaq. Və görürsünüz bu hadisələr ki, baş verir, məxsusən də İranın daxilindəki qərb millilərin təmizləmə prosesi sürətlənir. Rəhbərin dünənki son bəyaniyəsi bundan öncəki bəyaniyələrindən çox qısa idi, amma bəlkə də onların hamısında hikmətli danışma, amma burada hamısından daha hikmətli və yol göstərən bir bəyaniyə oldu. Biz deyirdik ki, əlbəttə Pezeşkiyanın hökuməti barəsində mən danışanda bir neçə ay bundan öncə bir klip çıxdı qarşıma, onu istəyirdim sizin xidmətinizə göstərəm, amma hələ ki məsləhət bilmirdim. Rəhbərin bu bəyaniyəsindən sonra böyük ehtimal sabahki ondan sonraki çıxışımızda göstərəcəyəm ki, Pezeşkiyan, bəlkə də göstərmişəm, amma mənim yadımda olan ki, bu klipi verməmişəm ki, Pezeşkiyan ilk dəfə seçiləndə Qur'an ayələri onun barəsində nə dedi? Qur'andan bir təfəül açıldı. Hər halda burada bir məsələ var, zərif bir nöqtə. Müzakirə yoxsa müzakirəni edənlər məsələsi. Müzakirə, o klipi sizə göstərəndə mən bir neçə nöqtəyə də orada toxunacam ki, burada bəzi yaxın əzizlərimiz ki, söz sahibləridir, onlarla müzakirə barəsində şəxsən mənim özüm bəhslərim olurdu və mən müzakirənin olmamasını müdafiə edirdim. Amma orada daha çox izah edəcəyik inşallah siz üçün ki, müzakirə ümumiyyətlə mənfidir, yoxsa yox. Müzakirə ümumiyyətlə mənfidirsə, niyə müzakirəyə qarşı olmuşam mən şəxsən özüm və niyə qərb millilərdən danışırdım və niyə müzakirə olandan sonra mən müzakirə timinin hərəkətlərini tərifləyirdim. Bunlar ziddiyyət görünür zahirdə, amma yox. Biz ondan öncəki çıxışımıza bir daha baxın, oradakı bəzi müzakirə barəsində geniş çıxış etmişik. Və burada da qısaca onu deyim ki, müzakirənin mahiyyəti nədən ibarət olmalıdır, orada danışmışıq dediyim çıxışda. Və müzakirənin, zillət müzakirəsinin olmaması doğrudur. Amma bu müzakirə baş tutandan sonra müzakirə timinin rəftarları
birbaşa hərbi rəftarlardır. Yəni hərbi arenanın rəftarlarıdır. Orada da misal vurduq, dediyim o ondan öncəki proqramda danışmışıq rəhbərin müzakirə barəsində etdiyi dua və Sepahdakı nümayəndə və bir sıra generallar var. Amma rəhbərin bəyaniyəsi, onun bəyaniyəsini daha yaxşı başa düşmək üçün Qalibafın sırağa günkü çıxışına baxmaq lazımdır. Telegram kanalımızda da onun sözlərini, çıxışını qoymuşduq. Həmişə olduğu kimi kanalımızın linkini abunə ola bilərsiniz, çıxışımızın altında yerləşdiririk. Qalibov orada bir sıra nöqtələrə işarə vurdu ki, dediyim gələcək çıxışda ona toxunacam. Müzakirə barəsində də Qalibov bir zəmzəmə elədi ki, mən də müzakirə ilə əvvəldən müxalif idim, amma bir sıra məsləhətlərə əsasən məni müzakirə timinin rəisi seçdilər və mən döyüşçüyəm, diplomat deyiləm. Bunlar mühüm nöqtədir. Bunların üzərində düşünmək lazımdır ki, keçək rəhbərimizin dünənki bəyaniyəsindəki nöqtələrə ki, bu bəyaniyəni də Telegram kanalımızda yerləşdirmişdik. Rəhbər burada bir neçə önəmli nöqtəyə işarə vurur. Birincisi budur ki, rəhbər buyurur, Trump'la, yəni ad çəkmir, Amerika prezidenti ilə İran prezidenti arasında, bu iki prezident arasında. Rəhbər buyurmur, Amerika ilə biz razılaşdıq. Buyurur, razılaşma memorandumu imzalandı. Hər hansı bir, özdə belə buyurur. Fars dilindən bilənlər bilir. Demir ki, təfahümnamə imza şöd. Buyurur, təfahümnaməyi, yəni bir dənə mən belə deyək də, bu sözdən belə çıxır ki, hər hansı bir təfahümnamədir, yəni bir razılaşma memorandumudur. Elə də dəyərli deyil. Bu bir nöqtə. İkincisi, rəhbər buyurur ki, mən nöqtələri tez-tez sayıb keçirəm ki, gələn proqramda lazım olsa daha geniş duracaq bularımız. Demir Amerika ilə İran arasında, prezidentlər arasında. Bunu nə ilə tamamlayır? Buyurur ki, mən bu məsələdə, yəni bu razılaşmanın imzalanması məsələsində, diqqət edin, razılaşmanın imzalanması məsələsində prinsipial olaraq, köklü olaraq nəzərim ayrı bir şeydir. Yəni, nəinki razı idim ki, razılaşma imzalansın və razılaşmanın maddələrində, xeyr, razılaşmanın indi imzalanmasında mən prinsipial olaraq nəzərim ayrı idi, amma, bax, nöqtə buradadır, Pezeşkiyan Ali Milli Təhlükəsizlik Şurasının rəisi olaraq, hörmətli prezidentimiz belə də buyurur, Milli Təhlükəsizlik Şurası ilə birlikdə əhd verdilər mənə ki, millətin və müqavimətin hüququnu axıra qədər qoruyacaqlar, yəni çomaq Amerikanın başının üstündə olacaq. Əvvəlki müzakirələr, bərcan falan deyil. Burada bir nöqtə budur ki, artıq Pezeşkiyan əhd verib mənə. Bu nöqtəni tamamlayacaq nöqtəni də indi irəlidə deyəcəm. Bu bilirsiniz nə deməkdir? Yəni, keçdi ötən günlər. Ötən günlər keçdi və Pezeşkiyan əhd verib. Dalıca gözəl buyurur. Buyurmur ki, onlar mənə əhd verdi, mən də razı oldum, ya müxalif olmadım. Belə bir söz buyurmur. Məsələn, Ruhaninin filanın vaxtında o qərb meylilər çox belə dalğa yaratmışdılar burada, təbliğ edirdilər, dünyəvi təbliğlər filan, fitnə ehtimalı çox idi. Şəhid rəhbərimiz məsələn deyirdi ki, mən razı deyiləm, amma məsələn deyirdi, mənim gözüm su içmir, amma mən razılaşdım. Dövlət dedi, mən də razılaşdım. Və yaxud da müxalifət eləmədim. Müvafiqət elədim, razılaşma. Amma bu rəhbərimiz buyurur ki, Pezeşkiyan və ətrafı əhd verdi, mən demir razılaşdım ki, nəsə bir məcburiyyət bildirsin. Buyurur, mən də icazə verdim. Yəni, mənim icazəm oldu, yuxarı əldən danışır. İcazə verdim ki, hə, yaxşı, gedin. Bu icazə verdim neçə başlıdır? Həm Pezeşkiyan və müzakirə timinin
vəziyyətini ağırlaşdırır, məsuliyyətini ağırlaşdırır. Həm qarşı tərəfin başının üstündəki bugün İranın diplomatiyası da hərbi arenası ilə birlikdə çomağı saxlayıb Amerikanın başında, İsrailin başında, qarşı tərəfi də qorxudur. Qarşı tərəf çox qorxur Seyyid Muştaba Xameneydən, İmam Xameney həzrətlərindən. Onları da qorxudur ki, nə eləyək, hara fırlatmaq istəsək söhbəti, bunlar başımızın üstündədir. Bunu nə ilə daha da möhkəmlədir rəhbər? Həm Pezeşkiyana, həm də qarşı tərəfə rəhbər buyurur, onlar əhd verdi, indi biz, mən, kiçik bəndə özünə təvazu eləyir və xalqımız gözləyirik ki, Pezeşkiyan necə ki əhd verib demir, şərtlərin hamısını yerinə yetirəcək rəhbərin dediyi kimi, gözləyirik mən və xalqımız. Yəni bu bilirsiniz nədir? Xalq ki meydanlardadır, xalqın əli bundan sonra daha da açıqdır dövlət və müzakirə timinə tələb eləməyə. Artıq nə müzakirə timində kimsə zəiflik göstərə bilməz, nə də qarşı tərəf o tərəf bu tərəf edə bilməz. Əgər etsələr, artıq xalqın əli açıqdır. Döyüş meydanının əli daha çox açıqdır. Ona görə rəhbər xalqı səhnəyə çəkir. Bu, bir də hara qayıdır? Əvvəldə sizin yadınıza saldığım 2 ildir qeyd etdiyim mətləbə. Pezeşkiyanın hökumət dövrü ikinci inqilab dövrüdür, xarici və daxili arenada. Orada qeyd edirdim, xalq yığılacaq rəhbərliyin və rəhbərliyə bağlı olan qüvvələrin, məxsusən Sepahın arxasına. Rəhbər burada buyurur ki, xalq və mən gözləyirik. Çomağımız başımızın üstündədir. Və təsadüfi deyil ki, Sepah və İranın ordusu da bugün bu xarakterli açıqlamalar verdi ki, bunları da Telegram kanalımıza üzv olsaz yerləşdirmişik, görə bilərsiniz. Rəhbərin verdiyi açıqlama xarakterində açıqlamalar. Yəni, çomağımız başımızın üstündədir. Bu arada Siyonist rejimin vəziyyəti ağırdır. Aşura əməliyyatından sonra həddən çox ağır itkilər veriblər, amma şərtlərə uymurlar atəşkəs məsələsində və keçən səfər üstündə durduğum bu məsələyə yenə də qayıdıram. Gözləmədikləri yerdən, gözləmədikləri anda böyük bir faciə Siyonist rejimi gözləyir. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.